Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir olsun. Əziz televiziya tamaşaçıları, hər birinizi İslam tarixi və təhlillər verilişinin növbəti sayında xoş gördük. Əziz tamaşaçılar, əgər yadınızda olsa, biz keçən verilişlərimizdə Peyğəmbərin əcdadına işarə elədik və demək olar ki, bu mövzunu biz bitirdik. Bu verilişimizdə biz Peyğəmbərin mövludundan danışacağıq. Daha doğrusu, Peyğəmbərin mövlidi zamanı baş verən hadisələri geniş izah edəcək. Bildiyiniz kimi, Peyğəmbərin mövludi zamanı Kəbə evinin üstündə nur parıldadı. Fars atəşkədəsi söndü. Bütlər üzü üstə töküldü, yıxıldı və bu kimi hadisələr çox baş verdi demək olar ki. Mən hamısının adını saymayacağam. Bunları verilişimizin hörmətli qonağı, tarix elmləri üzrə fəlsəfə doktoru Rafael Hüseynovun ixtiyarında qoyacaq. Salam əleykum Rafael müəllim, bir daha xoş gördük verilişimizdə. Əleykum salam və rəhmətullah. Hər vaxtınız xeyir olsun inşallah. Mən də həm sizi, həm dəyərli izləyiciləri salamlayıram. Allah köməyiniz olsun. Təşəkkür edirəm ki, dəvət etmişsiniz bu verilişə. Allah razı olsun. Rafael müəllim, əgər yadınızda olsa, biz keçən verilişlərimizdə geniş formada, təhlilli formada Peyğəmbərin babaları haqqında və nəsli kökü haqqında danışdıq. Biz bu verilişdə istəyirik ki, Peyğəmbərin mövludi zamanı baş verən hadisələrdən danışaq. Bütlərin yıxılmasından, Məkkə evinin üstündən, nurun parıldamasından, Fars atəşkətəsinin sönməsindən, Savə gölünün qurumasından və s. Sözü sizin ixtiyarınıza buraxıram, buyurun. Bismillahirrahmanirrahim və bihi nəstəin. Elhamdülillah və sallallahu ala Muhammedin və alihi təyyibinə tahirin. Bəli, biz uzun çəksə də Peyğəmbərin mövzuna nəhayət gəlib çıxa bildik. Əlbəttə, söhbət edilən mövzular da mühüm idi, lazım idi. Doğrudur. Peyğəmbərlə bağlı məsələlər idi. Doğrudur. Peyğəmbərin mövludu təbii bir hadisə deyil idi. Yəni, bu bir xəbərdarlıq idi bütün dünyaya. İnşallah bu barədə danışacağıq, amma mən qabaqcadan mövludun tarixi barədə danışmaq istəyirəm ki, mövlud hansı gündə, hansı ildə baş verib. İxtilaf var şiə ilə sünnilər arasında, hətta sünnilər öz arasında, şiələrin arasında. Yəni, Peyğəmbərin mövludu barədə ixtilaflar çoxdur. Təəssüf ki, belə bir şəxsiyyətin mövludu dəqiq tarixdə yazılmayıb. Əlbəttə, Əhl-i Beytin rəvayətlərindən təqribən ələ gətirmək olar, hansı daha doğrudur və həqiqətə yaxındır. Adətən iki nəzər var. Düzdür, nəzərlər çoxdur, amma bunların içində məşhur iki nəzərdir. Biri Rəbiül Əvvəl ayının 12-sidir, biri də 17-sidir. Başqa günlərdə deyiliblər, məsələn, Yəqubi Rəbiül Əvvəlin ikisi yazır, sonra Ramazanın 12-si yazır, hətta başqa aylar da Rəbiül Əvvəldən. Amma məşhur Rəbiül Əvvəldir. Rəbiül Əvvəldə də məsələn 8-i deyən var, Məsudi 8-in deyir. Məsələn 10-un da yazırlar. Amma bunların arasında da məşhur 12 ilə 17-dir. 12-ni Əhl-i Sünnə alimləri qəbul edirlər. Şiə alimlərindən yalnız Kuleyni bunu qəbul edir. Yəni Kuleynin nəzərinə əsasən rivayət gətirir ki, Peyğəmbərimizin mövludu Rəbiül Əvvəl ayının 12-si olub. Qalan 17-si olub. 12-si. 12-si. Bəli. Qalan şiə alimləri demək olar ki, hamısının nəzəri budur ki, Peyğəmbərimizin mövludu 17-sidir. Əhl-i Beytdən rəvayətlər nəql edirlər bu barədə. Və biz bu günləri 17-sini necə deyirlər, bayram tutuluq da. Bu gündə həm 17-si bayram tutulur. Biz adətən Peyğəmbərin mövludunun 17-si hesab edirik və arada olan 12-17 ki, 5 gün vaxt var. Bunu da bir bayram kimi, bayram həftəsi kimi qeyd edirlər, vəhdət həftəsi kimi qeyd edirlər. Çünki 12-si Əhl-i Sünnədir, 17-si şiənin nəzərinədir. Qeyd elədim, məşhur bunlardır. Əlbəttə, başqa tarixlər də deyilib ki, onlar çox önəm daşımır. Amma mən 17 Rəbiül Əvvəl ay baxımından götürürük, ərəb təqvimi ayları baxımından. İl necə? Biz hicri qəmərini götürə bilmərik. Çünki Peyğəmbərin Məkkədən Mədiniyə hicrətini götürürük biz. Fil ilinin neçəsinə düşür, ya miladi təqvimi ilə neçəsinə düşür bu? Bəli.
fil ilinin elə fil ili, yəni o hadisə baş verən ilə düşür. Amulf ilə düşür ki, həmin hadisə. İndi gün fərqi nə qədərdir? Deyirlər bəzən 50 gün, bəzən 64 gün və ayrı günlər də deyilib ki, o hadisədən sonra peyğəmbərimiz dünyaya gəlir. Yəni Əbrəhənin ki hücumu olur Məkkə şəhərinə, ondan 50 gün sonra ya 64 gün sonra indi az-çox peyğəmbərimiz dünyaya gəlir. Bəs həmin illədir. Miladi təqvimi ilə, yəni Həzrət Məsihin dünyaya gəlişindən 570 il sonra, 569, 570 məşhur 570 daha çox yazırlar. Bundan indi başqa hadisələrlə də yazırlar. Məsələn, İskəndərin zamanından 820 neçə il sonra Xosrov Ənuşirvanın onun padşahlığından 40 il sonra mühüm hadisələri götürüb mühüm hadisələrdən neçə il sonra baş verib. O vaxtda mühüm hadisələrlə tarix qeyd olunurdu. Və amma məşhuru həmən o peyğəmbərimizin doğum ilində baş verən fil ilidir ki, o ildə peyğəmbərimiz dünyaya gəldi. Məkkəyə hücum elədi. Məkkəyə hücum elədi, bəli. Ondan ta peyğəmbərimizin hicrətinə qədər tarix onu sayırdı. Amma günü barədə, hətta günündə də ixtilaf var. Şiə məşhur, yəni şiələrin arasında qəbul olunmuş, demək olar ki, Əllamə Məclisi deyir ki, şiələr bu nəzərə müttəfiqdirlər. Yəni bütün hamısının nəzəri budur ki, cümə günü. Əhl-i sünnə bazar ertəsini qeyd edirlər. Hətta şiədə ki, Kuleyni 12-sin deyir, peyğəmbərimizin mövludu, o da cümə gününü deyir. Bazar ertəsini qeyd eləmir. Peyğəmbər mövludu. Bazar ertəsində də zaval vaxtı var, səhər vaxtı var. Yəni bu qədər ixtilaflar var. Bu qədər də diqqət çəkib ki, hansı vaxtı. Məsələn deyirlər fəcr vaxtı, yəni səhər vaxtı, gün çıxmamış. O zaman peyğəmbərimiz dünyaya gəlib. Məşhur nəzər də budur. Amma əhl-i sünnə bazar ertəsini qeyd edir ki, biz bazar ertəsini peyğəmbərimizin vəfat günü bilirik. Yəni peyğəmbərimiz o günü vəfat edir. Rehlətini götürür. Bəli. Bu peyğəmbərimizin dünyaya gəlişi barədə, bəli. Və bu ixtilaflar hardan yaranıb? Təbii ki, ixtilaflar o zaman ərəblər hadisəyə daha çox üstünlük verirlərdi. Yəni o hadisə hansı gün, hansı, məsələn, o ildən başlayırlar saymağa, amma neçə gün keçdi, ona çox diqqət etmirlərdi. Neçə il keçdiyə diqqət edirlərdi və peyğəmbərimizin mövludu barədə olan ixtilaflarda bəzən münəccimlərin sözünə qayıdır. Münəccimlər o fələk hesablamaları ilə hesablayırlar. Bəzən onlarla rəvayət üst-üstə düşmür və bəzən də mövlud müşəxxəsdir, müəyyəndir. Amma mövludu ki, müqayisə eləyirlər hansısa bir hadisə ilə. Məsələn, deyirlər ki, fil hadisəsi, Əbrəhənin hücumu. İndi Əbrəhənin hücumundan 50 gün sonra peyğəmbərimiz dünyaya gəldi, 64 gün sonra dünyaya gəldi. Bu da nədən qaynaqlanır? Əbrəhə məsələn Mühərrəm ayının hansı günü 17-si idi, 12-si idi, neçəsi idi hücum edəndə? Hücum elədi ki, əvvəl gəlsin çatsın bəni. Bəli, belə bir ixtilaflar səbəb olub ki, peyğəmbərimizin mövludunda belə bir necə deyirlər, fərqli nəzərlər olsun, amma bunlar çox önəm daşımır. Çünki hər halda peyğəmbərimiz dünyaya gəlib və indi məşhur nəzər 17-sini şiə götürür, 12-sini əhl-i sünnət götürür. İndi başqa nəzərlər də çox diqqət cəlb etmir. Yəni bunun üzərində çox qalmağa dəyməz, amma bunu qeyd edim ki, peyğəmbərimizin mövludu mübarək bir mövluddur. Şeyx Müfid öz kitabında, yəni İrşadda yazır, peyğəmbərimizin mövludu barəsində belə yazır. Və fis-sabi əşər minhu mövludu seyyidina Rasulullah ində tulu'il fəcr. Deyir ki, Rəbiül əvvəl ayının 17-si Seyyidimiz Mövlamız fəcr vaxtı əziz peyğəmbərimizin, Allahın Rəsulunun mövlud günüdür. Min yevmil cümə, cümə günündə baş verib bu. Fi ammil fil, fil ilində baş verib. Və huvə yevmun şərifun əzimul bərəkə. Bərəkətlidir, şərafətli bir gündür. Daim
Ali Muhammeddən olan salihlər, indi o peyğəmbərin balaları, imamlar, imamzadələr, bunlar həmişə peyğəmbərin sahabələri bu günü əzəmətli tutublar və bu günün haqqın yerinə yetiriblər, hörmətini saxlayıblar və bu günü oruç tutublar. İmamlardan nəql olunur, sonra Şeyx Müfid yazır ki, imamlardan nəql olunur ki, hər kim bu günü, yəni Rəbiül-Əvvəl ayının 17-sini oruç tutsa, bir ilin savabını qazanar. Bir ilin orucunu savabını. Bir ilin orucunun savabını qazanar və müstəhəbdir bu gün də sədəqə vermək və oruç tutmaq. Yəni, əzəmətli bir gündür. Bəzən görsən, bəzi firqələr, məzhəblər gəlirlər, deyirlər ki, bu mövludları qeyd etmək düzgün deyil, nə bilim, bidətdir, nədir? Amma biz görürük ki, salihlər, nə bilim, səhabələr, imamlar, bunlar Peyğəmbərin mövlud günün mübarək biliblər və ona görə də oruç şərafətli biliblər və oruç tutublar. Bəli. Rəfal müəllim, bu həmin günü oruç tutmağı Peyğəmbərin zamanındakı belə bir şey yox idi. Yəni Peyğəmbər dünyaya gəlmişdi, oruc yox idi. Yəni sonradan bizim məsumların vasitəsilə gəlib bu məlumat bizim əlimizə çatıb, ya həmin salihlərin, ya sahabələrin necə? Bəli, təbii ki, bəzi hadisələri, bəzi günləri şərafətli tutmaqdan ötürü məsumlar deyirlər ki, bu günü oruç tutun. O gün yadda qalsın və Allah yanında o günün hörməti olduğuna görə o gündə baş verən əməllərin də hörməti çox olur. Orucun savabı çox olur, sədəqənin savabı çox olur. Doğrudur. Biz keçək hadisələrə. Bu hadisələrim ki, mən dedim, mən bir kitabda oxumuşdum, İmam Sadiq əleyhissalam nəql eləmişdi buna. Ki, Mədayində Kəsrə eyvanının çartlaması, ateş gedənin sönməsi, Sahabə gölünün quruması və s. Əlbəttə, biz bu söhbətə keçməmişdən əvvəl bəlkə qısa bir fasilə ayrılaq. Qısa bir fasilədən sonra verilişimiz davam edəcək. Bəli, əziz televiziya tamaşaçıları, qısa bir fasilədən sonra verilişimiz davam edəcək. Bizdən ayrılmayın. Bəli, televiziya tamaşaçıları, verilişimiz davam edir. Rəfal müəllim, biz fasilədən öncə hadisələrə işarə eləmək istədik, amma söhbət haradan gəldi çatdı, Peyğəmbərin öz mövludunda onun ayının, gününün və tarixinin ixtilaflarına açıqladınız. İşarə edək bu hadisələrə. Buyurun. Bəli, Peyğəmbərimizin dünyaya gəlişin Allah Taala bir xəbərdarlıq olaraq aləmə bildirir və bir sıra hadisələr baş verir. Sanki bir günəş doğur ki, zülmətləri aradan aparır, cəhalət zülmətin, nə bilim, şirk zülmətin, bunlara qarşı bir sanki xəbərdarlıqdır. Peyğəmbərimiz dünyaya gələndə bir sıra hadisələr baş verir ki, o hadisələrə tarixdə və tarixçilər irhasat deyirlər. İrhasat, yəni xəbərdarlıq etmək, adətən bir təhlükədən bildirmək, nə bilim, bir xəbərdar, mühüm bir xəbəri bildirmək, ərəbcə buna irhasat deyirlər. Allah Taala da cahana nəsə bir xəbərdarlıq bildirir. Təbii ki, bu xəbərdarlıq iki tərəfi var. Bir tərəfi müjdədir möminlərə, salihlərə, Allah bəndələrinə, onlar ki, məzlumdular, Allaha sığınırlar, onlara bir müjdədir ki, belə bir Peyğəmbər dünyaya gəlir, belə bir şəxsiyyət dünyaya gəlir. Amma xəbərdarlıqdır, təhlükəni bildirməkdir onlara ki, zülm əhlidir, şirk əhlidir, küfr əhlidir, zülm edirlər insana, Allah yolundan insanları uzaqlaşdırırlar, öz mənfəətlərinə görə bütlərə sitayiş edirlər, Allaha şirk qoşurlar. Bunlara da bir xəbərdarlıqdır. Və bu da təkcə ilə Məkkiyə yox, bəlkə görürük ki, daha geniş bir səviyyədə o hadisələr ki, siz qeyd elədiniz, məsələn, bəziləri görürük ki, Məkkədə baş verir, bəziləri İranda baş verir, bəziləri, bəli, müxtəlif yerlər və adətən də görürük ki, bu hadisələr daha çox qüdrət sahiblərinə xəbərdarlıqdır. Onları indi bir-bir saymaq istəsək, onlardan biri, təbii ki, bunlar həm maddi aləmdə baş verib, həm mənəvi aləmdə. Məsələn, mələklər
hiss ediblər onu. Peyğəmbərin doğulduğu evdən nur qalxıb göylərə. O zamanda qədər şeytan və şeytanlar səmaya gedə bilirlərdi. Amma Ondan Peyğəmbərin sonra mövludundan sonra kəsildi bu arada. yolları kəsilir. Doğrudur. Qalxa bilmirlər. Ondan qabaq gedirlərdi, mələkləri qulaq asırlardı, mələklərin söhbətini eşidirlərdi. Amma ondan sonra gedə bilmədilər, şeytan nalə elədi. Bir növ naümid oldu ki, belə bir rəhmət Peyğəmbəri dünyaya gəlir. Və onlardan, o hadisələrdən biri qeyd elədiniz, Fars atəşkədəsinin sönməyidir ki, 1000 il qoymadılar bu atəşkədə sönsün. Amma 1000 ildən sonra möcüzəvi şəkildə bu atəşkədə söndü və saxlaya bilmədilər. Onlardan biri bilir ki, bu İran hakimiyyəti Mədaində idi. Mədain indi İraqda olur. İraqda, Bağdada yaxın. Salman Farsının da qəbri oradadır. O zaman padşahın sarayı oradaydı, Mədaində. Bunun böyük sarayı ki var idi. Bu çatladı sarayı və bir neçə sütunları töküldü bunun sarayının. Bir növ böyük bir xəbərdarlıq idi ki, sanki o, necə deyərlər, qabaqçı dinə, zərtuşliyə, nə bilim, atəşə pərəstiş edənlərə, bunlara bir xəbərdarlıq idi. Həm hakimiyyətlərinə, həm o ayinlərinə, dinlərinə, adətlərinə. Bir də Savə gölünün ya Səmavə gölünün qurumağıdır. Bu da qum ətrafına, quma yaxındır, Savə ilə qumun arasında bu gölün qurumağıdır. Ondan sonra bütlərin tökülməyidir. Kəbə evində bütlər üzü-üstə yıxıldılar. Bəli. Allah evindən Peyğəmbərimizin dünyaya gəldiyi evdən nurun qalxmağıdır. Peyğəmbərimiz Şeybə Əbi Talibdə dünyaya gəlib. Yəni orada Əbdullahın evi oradaydı. Orada dünyaya gəlib Şeybə Əbi Talibdə və o evdən nur qalxır səmaya. Bunlar baş vermiş hadisələrdir və xüsusilə bunu da nəzərə alaq ki, o ildə Əbrəhənin qoşununun məhv olmasıdır. Baxın, bəzilərində bunu elə Peyğəmbərimizin mövludu ilə əlaqələndirirlər. İndi biz gəlirik, bunu deyirik ki, Əbrəhə gəlirdi Allah evini dağıtmağa, Allah Taala onu həlak elədi. Düzdür? Bəli, quşların vasitəsilə. Amma biz görürük, tarixdə bir sıra adamlar Allahın evini dağıdıblar, amma Allah onların qarşısını almayıb. Məsələn, Yəzid. Allahın evini dağıdıb. Və ondan sonra, ondan qabaq da olub. İndi hər halda biz tam deyə bilmərik ki, bu Peyğəmbərin mövluduna görə idi, bu mövludu qorusun, saxlasın, ya məsələn Allahın evinə, hər ikisi də ola bilər. Yəni Allah Taala hər ikisində qüdrət sahibidir və Allahın evi də şərafətlidir. Allah da öz evinin hörmətini saxlayır. Və orada da ki, Peyğəmbərin babası Əbdülmüttəlibin bir sözü var ki, mən dəvələrin sahibiyəm, bu evin də sahibi var, istəsə özü qoruyacaq. Bəli, Əbrəhədir. Amma hər halda Peyğəmbərin barəsində də bəzi məsələlər var ki, bu məsələni insanın zehninə yaxınlaşdırır. Onlardan biri, bir yəhudi var, Həzrət Xədicənin evində bir dəfə olur, Peyğəmbəri orada görür, hələ Peyğəmbər evlənməmişdən qabaq. Maraqlanır ondan, Həzrət Xədicə ona deyir ki, ondan işin olmuyor, onu babası qoruyur. Xüsusilə yəhudilərin təhlükəsindən, ona yaxın getməklə. O qayıdır deyir ki, mümkün deyil ona yaxın getmək, mümkün deyil ona zərər yetirmək. Onu Allah qoruyub, saxlayıb, onun dinini yayacaq aləmə. Yəni, heç kim ona yaxın gedə bilməz. Yəhudilərin ümumiyyətlə bu tarixdən xəbərləri var idi. Bu, nə olacaq, Peyğəmbər dünyaya gələcək, din yaranacaq, İslam dini və Allah Taala bunu da qoruyacaq. Rəfail müəllim, mən bu mövzuya keçməmişdən qabaq istərdim biraz bu hadisələr barəsində ətrafında söhbət eləyək. Biz bu hadisələri ilahi bir möcüzə adlandıra bilərik. Bəli, ümumiyyətlə, yəni bu ki, Peyğəmbərin mövludu ilə bu hadisələr üst-üstə düşür. Təbii ki, bunun arxasında Allahın iradəsi var, Allahın istəyi var və bu elə möcüzədir özü. Belə deyil ki, məsələn, təsadüfən gəlsin, bu həmən gündə düşsün. Təsadüfən biri olar, ikisi olar.
görürük ki, bir neçə hadisələr və qeyri-adi şəkildə bir gölün quruması, bir nə bilim odun qəflətən 1000 il yanan odun sönməsi, bunlar elə möcüzədir və Allahın iradəsidir. Amma yeri gəlmişkən mən bir məsələyə toxunum. Baxın, möcüzələr barədə orta əsrlərdən sonra ona kimi ki, kilsələr hökm sürürlərdi və nə deyirlərdi, elmdə o qəbul olunurdu. Desəydilər ki, yer fırlanır, gərək hamı deyirdi yer fırlanır. Desəydilər yer sabitdir, gərək dayanıb, hamı gərək deyirdi dayanıb. Qəbul eləməyəni zor gücü ilə elətdirirlərdi. Məsələn, ya da öldürürdülər. Öldürürlərdi. Qalilər ki, deyirdi ki, məsələn, yer fırlanır, onu gəldilər məcbur edildilər ki, sən denə. Çünki müqəddəs kitabın əleyhinə çıxırsan, ya ölüm, ya tövbə eləginə və denən ki, mən səhv eləmişəm. O məcbur, canının qorxusundan, sözündən geri çəkildi. Oradan, o məhkəmədən çıxandan sonra ayağın vurdu yerə ki, mən bilirəm axı, sən fırlanırsan, sən öz işində olsun. İndi bu bəzən kör-köranə, təəssübkeşliklə bir şeyə zorla insanlara qəbul etdirmək və xüsusilə insanlarda bir ikrah hissi yarandı və yavaş-yavaş elm genişləndikcə gördülər ki, bir çox məsələlər yəni uyğun gəlmir kilsənin dediyi ilə və başladılar özləri araşdırmağa və bir sıra məsələlərin səbəblərini tapdılar. Ondan sonra ki, bir sıra məsələlərin səbəblərini tapandan sonra kilsənin dediyi, kilsənin əqidəsi sual altına getdi və artıq bunu genişləndirdilər. Yəni dedilər ki, elə filan deyirdi düz çıxmadı, bəhmən deyirlərdi düz çıxmadı. Bəs elə hamısı belədir. Hamısına şamil elədilər. Artıq insanlarda o fövqəladə səbəblərə qarşı, qeyri-adi, qeyri-təbii səbəblərə qarşı bir İkrah hissi yarandı. İkrah hissi və inkar hissi yarandı. Onların hər birini inkar edilər və yalnız hissə, təcrübəyə dayandılar və hər nə ki təcrübə biraz da çox, necə deyirlər, məğrur oldular və elə bildilər ki, hər bir şeyin səbəbini ələ gətirə bilərlər, hər bir şeyin səbəbini tapa bilərlər. Ona görə elə hər nəyi başladılar inkar eləməyə. Həzrət Musanın əsasını inkar edilər, nə bilim onun yəd-i beyzasını inkar edilər, nə bilim Həzrət Musanın o nəfəsini inkar edilər ki, yəni qəbul eləmədilər ki, bunlar təcrübə ilə, hisslə düz gəlmir və hər nə ki təcrübə ilə düz gəlmirsə qəbul olunmur. Bunun müqabilində bəzi dindarlar ki, eləyə bilməzdilər bunları kənara qoysunlar, amma bunların da təsirinə düşmüşdülər. Bir növ o təsirdən də çıxa bilmirlərdi, bir növ istəmirlərdi onların qınağına tuş gəlsinlər. Bəzən də istəyirlərdi ki, onların da nəzərini cəlb eləsinlər, onları da razı salsınlar. Bir tərəfdən də Quran aşkar deyir bu sözləri. Bunu da kənara qoya bilmirlərdi, başladılar yozmağa. Bir sıra hadisələri başladılar yozmağa. Məsələn, məxsusən bu ən çox təsirin Misirdə qoydu və bəzi ərəb ölkələrində, xüsusilə Misirdə ən tez təsir qoydu və Misir alimləri başladılar bəzi möcüzələrə təbii səbəblər tapmağa. Həm o qınaqdan qaçsınlar, həm də ki, bunu bir növ yozsunlar ki, inkar eləmək olmazdı. Quranın sərih ayələridir. Məsələn, fil məsələsini, Əbrəhənin qoşun çəkməyi məsələsini və Allah orada nə buyurur? Allah buyurur ki, biz görmədin o fil qoşunun ki, biz quşlar göndərdik, əbabil quşları göndərdik. Quşlar ağızlarında, nə bilim, dırnaqlarında, caynaqlarında torpaqlar, palçıqdan torpaqlarla onların başlarına yendirdi daşları və onları həlak elədi. Bunu görmədiniz. Bunu başladılar, məsələn, bu qeyri-adi bir şeydir. Doğru. Bunu təbii, yəni tam kənara qoya bilməzdilər. Allahın möcüzəsidir Quranda və bir tərəfdən də buna başladılar təbii səbəblər tapmağa. Təbii səbəblər belə oldu ki, bəli, burada quşlardan məqsəd milçəkdir, ağcaqanaddır. Yəni bir növ Quranın təfsirini təhrif elədilər. Və öz aləmlərində məsələn istədilər bir cür bunu həll eləsinlər ki, o təcrübəyə də, nə bilim, hissə də zidd olmasın, uyğun gəlsin. Artıq belə olanda möcüzəlikdən çıxır. Amma tam da deyə bilməzlər, belə şey olmayıb tarixdə. Başladılar dedilər ki, məsələn, Məhəmməd Əbduh yazır ki, bəli, orada məqsəd quşlardan ağcaqanaddır,
milçəkdir ki, quş elə onları da şamil olur, onlar da uçurlar. Amma nə ilə Əbrəhənin qoşununu məhv elədilər? Mikroblar ötürdülər onlara. Torpaqda mikroblar var idi, onları ötürdülər onlara və məsələn o xəstəliklərin adını çəkir ki, o mikrob hansı mikrob idi? Su çiçəyi idi, nə bilim nə idi? Belə bir şeylərdir. Həbsə xəstəliyi idi. Belə bir xəstəliklər ötürüldü onlara və torpaqda da mikroblar var idi. O torpaq külək vasitəsilə qalxdı, yayıldı və onlar həlak oldular. Çox gülməli bir məsələdir. Bunu nəyə görə edirlər qeyd elədim ki, o qərb alimlərinin qınağından qaçsınlar. Və hər şeyə belə bir. Bəli, biz illəti inkar eləmirik. Hər bir şeyin illəti var, amma bəzi illətlər təbii illətlər deyil, qeyri-təbii illətlərdir. Fövqəladə təbiidir, bəli. Bunlara da elə biz möcüzə deyirik və bu hadisələr də Peyğəmbərimiz zamanında baş verdi. Bunlar da fövqəladə təbii hadisələr idi və ilahi möcüzələr idi. Allah razı olsun. Çox sağ olun. Təşəkkür edirəm. Bizim suallarımızı cavablandırdınız. Bizim təəssüf olsun ki, burada verilişimizin vaxtı sona çatdı. Bizə ayrılan vaxt bitdi. İnşallah biz gələn verilişdə daha da geniş bu barədə söhbət eləyərək, əgər lazım olsa, ya hansısa bir nöqtələr qalsa. Çox sağ olun. Sizə sağ olun. Bəli, əziz televiziya tamaşaçıları, bizim bununla da verilişimiz sona çatdı. Sağ olun, Allah amanında.